Nəsə demək istəyirsən li ilə bağlı? Linin də əslində belə işığı çox uzundur farası. O 4000 manatdır. 4000 manat qiyməti var. Farasının uzunluğu nə qədər olur onun? Neçə metr gəlir belə? 1.80 enindədir, 1.80-dir, 1.83-dür. 4000 manata qiyməti var. Maraqlısı nədir? Linin farası o uzun yox, qaşı yox, aşağı. Hansı ki, yaxın uzaq işıqları idarə eləyir. O fara zədələndisə o dəyişilir. Dəyişiləndən sonra mütləq yazılır. Əgər fara yazılmasa, avtomobilə yenilənmə gəlmir. Yəni Hamısı bir-birinə bağlı. bəli, hamısı bir-birinə bağlı o avtomobillərdə. Sadə avtomobillərdə fara çıxartdın, taxdın, bitdi. Bəli. Hə, bunlarda çox qəlizdir. Həqiqətən. Bu da internetə bağlı olan bir şeydir. Siz Yox, onu yəni əgər avtomobil liyə yenilənmə gəlmirsə, o get-gedə həmin o proqram versiyası otur və Yüklənir də. hə o linin özəlliyi ondadır. O gələn yeniliyirsən falan. Hər dəfə nəsə belə bir şeylər, yəni qabaqla çıxır yeniliyirlər, hə. Faranı dəyişdi. Fara işləyir dəyişəndən sonra, hər bir şey işləyir. Amma o yazılmasa, avtomobilə tanıdılmasa, avtomobil sanki o ildə qalır və son. Biz yenilənmə eləməsə indi telefondan sadə bir telefondan deyil. Yenilənmə eləmədiksə telefon donmağa başlayır. Düzdürmü? Telefonu Lidən- yenilənmə eləməsəz, artıq 5-ci, 6-cı yenilənmədən sonra hansı ki sizə gəlir, müəyyən funksiyalar sizdə işləmir. Lidə də belədir də biz yenilənməsə Bəli, böyük ehtimal ki, bəli elədir.